Mövzumuz şər'i suallara cavabla bağlıdır ki, ilk sualı oxuyuram. Sual olunur, paltarımda və bədənimdə olan qanla namaz qıla bilərəmmi? Yəni, bu şəxsin bədənində və paltarında qan var, istəmir bunu təmizləyə və yaxud da ki, hökmü bilmir. Sual edir ki, həmən bu qanla namaz qıla bilərəm, ya yox, bu icazəlidir, ya namazım batıl olacaq. Baxın, bədənində və paltarda olan qanı bölmək olar iki qismə. Bəzi qanlar vardır ki, çox üzr istəyirəm, nəcis bir heyvanın qanıdır. Çox üzr istəyirəm, it kimi, donuz kimi ki, bunların qanında bunun bədənində və yaxud da ki, paltarında var. İkinci növ qanlar bundan ibarətdir ki, xeyr, halal bir heyvanın qanıdır və yaxud da ki, insan barmağını kəsib, məsələn, kəsdiyi yerdən qan sıçrayıb paltarına və yaxud da ki, toyuq kəsib, inək kəsib, qoyun kəsib və bu qanı, bu halal bir heyvanın qanı sıçrayıb bədəninə və yaxud da ki, paltarına. Əgər nəcisil eyn, yəni eyni nəcis olan bir heyvanın qanı bu insanın bədənində və paltarında olsa, azacıq da olsa, bir nöqtə qədər də olsa, bundan namaz qılması icazəli deyil. Qıldığı namazı batıl olacaq. Gərək həmən qanı paklaya və yaxud da ki, aradan apara, ondan sonra namaz qıla. Amma ikinci qism ki var, əti halal olan bir heyvanın qanıdır və yaxud da ki, insanın öz qanıdır, yəni əlimi kəsmişəm, öz qanım sıçrayıb paltarıma və yaxud da ki, bədənimə, burada da bunu bölmək olar iki qismə. Bir dəfə dirhəmdən azdır. Dirhəm də dedikdə, dirhəm keçmişdə bir pul vahidi olub. Miqdarı da ağalar bəziləri buyururlar ki, müctəhidlər, baş barmağın həlqəsi boydadır bu həmin pul vahidinin miqdarı. Bəziləri də buyururlar ki, xeyr, işarə barmağının bir həlqəsi boydadır. Başqa bir təbirlə desə 20 qəpikdən böyük, 50 qəpikdən kiçikdir. Buyururlar ki, bu qan əgər dirhəmdən az olsa və əti halal olan heyvanların qanı olsa və yaxud da ki, insanın öz əlini kəsdiyi zaman ondan çıxan qan olsa, dirhəmdən az olsa bunda namaz qılmaq olar. Hətta insan bunu aradan apara da bilsə lazım deyil. Həmin o qanla, çünki dirhəmdən azdır, həmin o qanla namaz qılmaq olar. Bir dəfə də vardır ki, yox, əti halal olan heyvanın qanıdır və yaxud da ki, insan öz barmağını kəsib bunun qanı sıçrayıb paltarına. Amma dirhəmdən çoxdur. Bu halda həmən qanla, çünki dirhəmdən çox olduğu üçün bu qanla namaz qılmaq icazəli deyil. Əgər insan namaz qılmaq istəyirsə, həmin o qanı aradan aparmalıdır, sonra namaz qılmalıdır. Sual olunur, namaz qılanın paltarının nə şəkildə olması müstəhəbidir? Nə şəkildə namaz, paltar, bizim libasımız namazda yaxşı olsa, mütəal Allah bizə çox savabı yazar. Baxın, gözəldir ki, insan namaz qıldığı zaman öz ən təmiz paltarını, hansı paltarların içində çox təmizdirsə, təzədirsə və eyni zamanda ağdırsa onu geyinsin. Bu müstəhəbbidir. Və eyni zamanda namaz halında əqiq üzük də taxmaq müstəhəbdir. Yəni, insanın bu şəkildə geyinməsi və əqiq üzük taxması namaz halında müstəhəbdir. Yəni, mütəal Allah bu şəkildə bir şəxs bunun qabağına çıxsa, daha çox savab verəcək. Sual olunur, qusullu halda məscidə və ziyarətgahlara daxil olmaq olarmı? Baxın, qusullu halda məscidlərə daxil olmaq icazəli deyil. Bir nəfər daxil olan məscidə, orada dura qusullu halda, məsələn, tərəfin boynunda cənabət qusulu var və yaxud da ki, başqa qusullar var, daxil olsun məscidə dursun, bu icazəlidir, haramdır. Amma fərz etsək, məscidin əgər 2 dənə qapısı olsa, məscidin bir qapısından daxil olsa, durmadan o birisi qapısından xaric olsa, bu icazəlidir, bu haram deyil. Və eyni zamanda ziyarətgahlara gəldikdə isə Həzrəti Peyğəmbərimizin və məsum imamlarımızın hərəminə də qusullu halda daxil olmaq, orada durmaq icazəli deyil. Bir nəfər daxil ola məsum imamların hərəminə və yaxud da Həzrəti Peyğəmbərimizin hərəminə qusullu halda bu icazəlidir. Amma yerdə qalan ziyarətgahlara, məsələn, fərz edək, hansısa bir imamın nəvəsidir, övladıdır, məsələn, nəvəsidir, fərz edək, hansısa imamzadədir, bunlara daxil olmaq heç bir eybi yoxdur qusullu halda, onlar icazəlidir. Sual olunur, xalis ipəkdən olan paltarla namaz qılmaq olarmı? Baxın, kişilərə bildiyiniz kimi xalis ipəkdən olan paltar geyinmək haramdır. Hətta adi halda belə. Və eyni zamanda həmən xalis ipəkdən olan paltarla qılınan namaz da batildir. Bu kişilərə aiddir. Amma xanımlara gəldikdə isə xanımlar adi halda xalis ipəkdən olan paltar geyinə bilərlər, libas geyinə bilərlər və eyni zamanda həmən libaslarda qıldıqları namaz da düz sayılacaqdır. Sual olunur,
şək edirəm, əynimdə olan dəri pencək ki, bazardan almışam, əti halal olan heyvanın dərisindən hazırlanıb ki, bu halda ki, namaz qılmaq icazəlidir. Ya əti haram olan heyvanın dərisindən hazırlanıb ki, bu halda həmən pencəklə namaz qılmaq olmaz, icazəli deyil. Məsələn, fərz edək bir nəfər bazardan bir pencək alıb və yaxud da ki, bir köynək alıb, bir libas alıb, şək eləyir. Bu libas əti halal olan heyvandan dərisindən hazırlanıb ya əti haram olan heyvan dərisindən. Aya bunda namaz qıla bilər ya yox? Bəli. Həmin əgər bu şeydə şək eləsə ki, aya bu dəri pencək əti halal olan heyvandandır ya əti haram olan heyvandandır, bunda namaz qılması icazəlidir. İstər müsəlman ölkəsindən alsın, istər xarici bir ölkədən gəlsin. Hər bir halından bu şəkki olsa ki, aya bu əti halal olan heyvandandır ya əti haram olan heyvandan, həmin o pencəklə namaz qılmasının heç bir eybi yoxdur, namaz qıla bilər. Sual olunur ki, dəstəmazsız peyğəmbər və imamların adını əl vurmaq olarmı? Məsələn, bir nəfərdir, dəstəmazı yoxdur, Həzrət Peyğəmbərimizin və yaxud da ki, məsum imamların adlarına əl vurmaq istəyir. Bu icazəlidir ya yox? Bəzi ağalar buyururlar, bəzi müştəhidlər buyururlar ki, xeyr, icazəli deyil, haramdır. Bəzi müştəhidlər də buyururlar ki, ehtiyatı müstəhəbbə əsasən əl vurmasın. Amma o müştəhidlər ki, buyururlar, ehtiyatı müstəhəbbidir, əl vurmasın ona, əl vursa buna haram sayılmayacaq. Hər bir halda hər kəs öz təqlid etdiyi müctəhidə bu məsələdə müraciət etməlidir. Sual olunur, qusul nə şəkildə almaq lazımdır? Məsələn, bir nəfərin boynuna qusul gəlib, fərz edək ki, cənabət qusulu, soruşur ki, bu qusulu mən nə şəkildə almalıyım? Baxın, qusulda əvvəl riayət ediləsi məsələ boynumuzda hansı qusulun olmasıdır? Ki, insan birinci təyin eləməlidir ki, mən hansı qusulu yerinə yetirirəm? Cənabət qusulu varsa, niyyəti cənabət qusulu eləsin. Məssi meyit qusulu varsa, məssi meyit qusulu eləsin. Nəzr və əhdlə buna vacib olubsa gərək bunu niyyət eləsin. Yəni, bizə əvvələ lazımdır ki, biz bu qusulun niyyətini təyin eləyək. Nə qusul alırıq? Niyyəti təyin olduqdan sonra, məsələn, fərz edək bu şəxsin boynunda cənabət qusulu var, cənabət qusulu almaq istəyir. Niyyətini eləyəcək, cənabət qusulu alıram, qurbətən ilallah. Ondan sonra daxil olacaq tuşun altına və yaxud da ki, tuşun altında da niyyət eləyə bilər, bəzi müştəhidlərin nəzərinə görə. Ondan sonra başını və boynunu yuyacaq tam şəkildə, suyu hər yerinə çatdıracaq. Sonra sağ tərəfini yuyacaq. Təbii ki, suyu hər yerinə çatdırmalıdır, ayaqlarının altında yumalıdır belə. Sonra da sol tərəfini yuyacaq. Bu şəkildə tərtibi qusulu bu şəkildə yerinə yetirsə, qusulu düz sayılır və həmin qusulla da namaz qıla bilər. Sual olunur, gecə yarısına 2 rükət namaz qılınacaq qədər vaxt var. Bu halda işə namazını qəza niyyəti ilə qılım ya əda niyyəti ilə? Bildiyiniz kimi, ixtiyar sahibləri üçün işə namazının son vaxtı gecə yarısıdır. Məsələn, fərz edək ki, 23:00 gecə yarısıdır. İşə namazının da son vaxtı həmin bu gecə yarısıdır. Bu tərəf də buyurur ki, işə namazı 4 rükətdir. Amma gecə yarısının olmasına 2 rükət mən namaz qıla bilərəm. Hər bir halı ilə bu namazın vaxtında daxil olsa, 2 rükəti namazın vaxtının xaricində həyata keçir. Bu halda mən bu işə namazını əda niyyəti ilə yerinə yetirməliyəm ya qəza niyyəti ilə? Baxın, hər bir halı ilə. Əgər hətta bu 4 rükətli namazın 1 rükəti belə və yaxud da ki, 3 rükətli namazın və yaxud da ki, sübh namazı ki, 2 rükətli, 1 rükəti belə namazın vaxtında daxil olsa, həyata keçsə, bunu əda niyyəti ilə biz yerinə yetirməliyik, qəza niyyəti ilə yox. Məsələn, bu verilən sualda, məsələn, işə namazının 2 rükəti namazın vaxtının daxilində həyata keçir. 2 rükətinin namazın xaricində həyata keçməsinə baxmayaraq, bu şəxs işə namazını əda niyyəti ilə qılacaq, qəza niyyəti ilə qılmayacaqdır. Sual olunur, qunut tutmaq vacibdirmi? Namazda ki, qunutumuz var, 2-ci rükətdə yerinə yetiririk. Bunu yerinə yetirmək vacibdir ya yox? Xeyr. Namazda qunut tutmaq istər vacib namaz olsun, istər müstəhəb namaz olsun, qunut tutmaq vacib deyil, müstəhəbbidir. Hətta ağalar buyururlar ki, əgər bir nəfər bilərəkdən belə qunutu namazda tərk eləsə, namazda heç bir zərər yetirməyəcək, namazı düz sayılacaq, batil sayılmayacaq. Bunu da nəzərinizə çatdırım. Ağalar buyururlar ki, müştəhidlər buyururlar ki, əgər bir nəfər qunutu yaddan çıxarsa, unudarsa, bilərəkdən tərk yox, unudarsa və rukuya getdikdən sonra yadına düşsə, rukudan qalxdıqdan sonra qəza niyyəti ilə yerinə yetirsin. Amma hər bir halı ilə əgər insan bilərəkdən belə qunutu tərk eləsə, namazına heç bir zərər yetirməyəcək.
Sual olunur, zöhr və əsr namazlarının son vaxtı nə zamandır? Baxın, zöhr və əsr namazının son vaxtı bəzi alimlərə görə qurubdur. Qurub dedikdə günəşin batması nəzərdə tutulur. Yəni günəşin gözdən itməsi nəzərdə tutulur. Bəzi alimlərin nəzərinə görə isə zöhr və əsr namazının son vaxtı məğribdir. Məğrib dedikdə bu nəzərdə tutulur ki, günəş batdıqdan sonra ki, günəş məşriqdən çıxır, məğribdən batır. Günəş batdıqdan sonra məşriq tərəfdə bir qırmızılıq yaranır. Həmin o məşriq tərəfdə qırmızılığın itməsinə deyirlər məğrib. Başqa bir təbirlə desək, şam namazının vaxtı, başqa bir təbirlə desək. Bəzi alimlər buyururlar ki, zöhr və əsr namazının son vaxtı məğribdir. Bəziləri buyururlar ki, qurubdur. Hər bir halı ilə biz indi məğribi götürək. Fərz edək ki, zöhr və əsr namazının son vaxtı məğribdir. Bunu da nəzərinizə çatdırım ki, əsr namazının son vaxtı həmin o məğrib sayılır. Amma zöhr namazının vaxtı bundan əvvəldir. Məsələn, misal olaraq deyək ki, 18:00 məğribin vaxtıdır. Məğribdir. 18:00. Bu halda əgər bir nəfər 4 rükətli namazını, məsələn, əsr namazını 5 dəqiqəyə qılırsa, bu halda zöhr namazının son vaxtı olur 17:55, amma əsr namazının son vaxtı 17:55-dən başlayır ta 18:00-a qədər. Bu halda zöhr namazının son vaxtı 17:55 olur, amma əsr namazının vaxtı isə 18:00-a qədər olur. Vəssalamu aleykum və rəhmətullah.